Əgər pi rəqəminin sonu olsaydı, sonuncu rəqəmin neçə olmağını istəyərdim və niyə? Mən pi rəqəminin sonunun 0 olmasını istəyərdim. Birinci səbəb odur ki, pi rəqəmi dairə ilə bağlı bir ədəddir və 0 da dairəyə, çevrəyə bənzədiyinə görə 0 istəyərdim. Həm də bu sonsuz rəqəm olsa belə sonunda bir müəyyənlik olmasını istəyərdim ki, daha yaxın, daha rahat görünsün və balaca uşaqkən, aşağı siniflər olarkən pi rəqəmi ilə işləməkdən qorxmazdım. Mən 1 olmasını istəyərdim, çünki həyat birlərdən ibarətdir və 1 olmasaydı nəinki pi rəqəmi, pi ədədi, digər natural ədədlər də olmazdı və bununla da həyat da olmaz. Əvvəlcə onu deyə bilərəm, pi rəqəminin sonunun 0 olmağını istəyərdim. Çünki onun müəyyən bir bitməyi olmalı, yəni onun bitişi olmalıdır. Məncə 0 olsa bu daha düzgün olar. Mənim fikrimcə 0 olmalıdır pi ədədinin sonu. İstədiyim rəqəm 9 olmasını istəyərdim, çünki həm mənə uğur gətirir o rəqəm, həm də sevdiyim futbolçunun futbol nömrəsi odur, ona görə. Əgər pi rəqəminin bir sonu olsaydı, mən bu rəqəmin 7 olmasını istəyərdim. Çünki bu rəqəm mənə həyatda çox güc verdi və bir çox işlərimdə kömək etdi. Mən istərdim ki, 8 olsun, çünki 8 sonsuzluq işarəsinə bənzəyir. Mən pi rəqəminin sonuncu ədədinin 9 olmağını istəyərdim. Çünki 9 həm ən güclü, həm də ən böyük tək ədəddir. Həm də düşünürəm ki, 9 ədədi mənə şans gətirir. Mən istəyərdim ki, sonuncu rəqəmi 1 olsun. Çünki 1 rəqəmi başlanğıcı və yeni başlanğıcları xatırladır.